Bu videonu çəkirəm. Hazırda bəlkə də münasibəti yeni bitmiş və ya da ki, bəlkə də uzun müddətdir, bir neçə aydır, bəlkə bir neçə ildir. Bu ola bilər ki, çox ciddi bir münasibət ola bilər, evliliyə gedən və ya evlilikdən və ya da ki, yəni hər necəsə münasibəti bitmiş insanlar üçün, xüsusən də xanımlar üçün çəkirəm. Bəzən ola bilər ki, münasibətlər bitə bilir. Yəni bir növ belə deyək də, hər bir münasibətin, əslində həyatda baş verən hər bir şeyin müəyyən bir sonu var. Yəni başlanğıcı olduğu kimi sonu olur və burada sənə bilirsən nə demək istəyirəm və nəyi xatırlatmaq istəyirəm. Bəzən gedən insan yeni insana, yeni bir növ belə deyək də, yeni həyata yer açır əslində. Yəni sənin yeni versiyana, yeni bir insana yer açmağın üçün bir növ fürsətdir bəlkə də. Bəzən ola bilər ki, biz münasibəti yeni bitirdikdə, yəni yeni bitmiş bir münasibətdə ağrı acı içərisində ola bilirik, yas içərisində ola bilirik, yas yaşaya bilirik. Yəni ki, bu onsuz belə olmalıdır. Çünki bir növ belə deyək də, biz insan olaraq hər bir varlıqla, yəni bir növ belə deyək də, hər hansı bir dostluq olsun və ya sevgi münasibəti olsun və ya bir əşya ilə olan münasibət olsun, biz bağ qurmağa çox meylli varlığıq. Dolayısıyla bizim üçün bağ qurmaq çox vacibdir. Cinsiyyətindən asılı olmayaraq. Və dolayısıyla biz bağ qurduğumuz üçün orada həqiqətən də ruhən, emosional olaraq bir yatırım olduğu üçün, bizim üçün bu bağ dəyərli olduğu üçün bəzən ola bilər ki, bu bağın olmaması bizə ağrı, acı verə bilir. Çünki orada yaşadığımız müəyyən bir emosiyalar var. Bəlkə güvəndir, bəlkə təhlükəsizlikdir, bəlkə xoşbəxtlikdir. Yəni xoş, hansı ki bizə çox yaxşı təsir edən emosiyalardır və bu hissləri, emosiyaları və eləcə də bir növ o versiyamızı tərk etmək və yeni bir versiyaya adaptasiya olmaq, yeni versiya yaratmaq, bunlar çox çətin və bir qədər qəliz məsələlərdir. Yəni bizim zehnimiz həmişə tanış olan, rahat olan şeyləri seçdiyi üçün, yolları seçdiyi üçün, dolayısıyla yəni biz bir növ keçmişə daha çox yönəlik oluruq, keçmişə daha çox qayıtmaq istəyirik. Nəinki də yəni yeni bir şey. Yeni bir münasibət ola bilər, yeni bir iş ola bilər, fərq etmir. Və dolayısıyla bu çətin ola bilir. Və hazırda bəlkə də yas və ağrı içərisindəsən. Bunu yaşa, hisslərin çox dəyərli və önəmlidir. Amma bunu da bilməyini istəyirəm ki, bu ölüm itim deyil, dünyanın sonu deyil. Yəni hər münasibət, hətta evli olsaq belə bitə bilər. Və bu o demək deyil ki, yəni mən sevməməliyəm. Yəni bir növ belə deyək də, sevgi ilə qurulan ailə və sevgi içərisində olan münasibət, yəni bitmir deyə bir şey yoxdur. Hər şey bitə bilir, solana bilir. Yəni bu həyatda baş verən və həyatımızda olan hər bir şey bizə xidmətdə və bizim üçündür. Bəzən ola bilər ki, bəzi rollar dayana bilir. Yəni bəzi rollar öz xidmətini tamamlayıb bizim həyatımızdan gedə bilir. Və təbii ki, hər bir itki, hər bir gedişdə özü ilə bərabər bir yas gətirə bilir. Yəni yas gətirir və dolayısıyla insan zehnində suallar yaranır ki, nə baş verir və yəni bir növ görəsən, yəni mənim yeni həyatım və ya da ki, gələcəyim necə olacaq? Bunlar bir növ belə deyək də, bizim sorğuladığımız, bəzən narahat olduğumuz, çox təşvişdə hiss etdiyimiz yerlər ola bilir. Sadəcə burada sənə demək istədiyim bəzi məqamlar var ki, sənin kontrolunda olan yerlər var və kontrolunda olmayan yerlər var. Kontrolunda olan yerlər onlardır ki, hansı ki sənin davranışların, düşüncələrin, sənin planların, sənin həyatın, sənin seçimlərin, bunlar hamısı sənin kontrolun altında olan yerlərdir və bizim həyatımızda olan digər insanlar da, digər məsələlər də, yəni onların davranışları, bizlə bağlı düşüncələri,
bizi hansı yerə qoyub qoymamaları bu artıq onların məsuliyyəti altında olan bir şeydir. Sadəcə biz nə hiss ediriksə, necə hiss ediriksə, bunlar bizim məsuliyyətimizin altında olan bir şeylərdir ki, tutaq ki, mən niyə bir başqasının, xüsusilə də qarşı tərəfin, yəni bir növ məni necə hiss etdirməsinə qərar verə bilirəm. Yəni necə hiss etdirməsinə icazə verirəm daha doğrusu. Yəni bir insan məni seçirsə, məni həyatında dəyərli, yaxşı bir yerə qoyursa, mən özümü dəyərli hiss edirəm və ya bir insan tutaq ki, hədiyyə alırsa, mənə yaxşı bir növ belə deyək də şeylər təqdim edirsə, mən özümü yaxşı hiss edirəm, dəyərli hiss edirəm, əks təqdirdə isə dəyərsiz hiss edirəm. Yəni bu yerlərə də baxmaq çox vacibdir. Çünki niyə biz bir başqasının bir növ bizə biçdiyi davranışlara, bizə layiq gördüyü nələrəsə görə biz öz dəyərimizi bəlirləyirik. Görəsən, niyə bu baş verir? Yəni niyə bunu seçirik? Həqiqətən belədirmi? Yəni niyə bu qədər xaricə və bir növ digər insanlara yönəlik şəkildə yaşayırıq? Axı sənin özün də vacibdir. Yəni sən özünə qarşı nə hiss edirsən, özünə qarşı bir növ belə deyək də necə bir mövqedə, necə bir yerdəsən, bunlar da vacibdir. Və bu yerlərə baxmağını istəyirəm və demək istəyirəm ki, gedən insan getməli idi və bu yeniyə yer açmaq və bir növ belə deyək də sənin həyatında nələrisə artıq qaydasına salmağın üçün, nələrəsə baxmağın üçün bir fürsətdir. Bəli, eyni zamanda ağrı da verir, yası da var, çətindir. Amma digər bir hissədə isə bunun, yəni bəlkə də sənə gətirə biləcəyi digər fürsətlər və digər qapılar da var. Bunları da görməyini istəyirəm. Çünki həyat bir tərəfli şəkildə işləmir. Yəni həyatda iki tərəfli olur. Yəni bir hadisənin baş verməsində həm yaxşı məsələlər var, hansı ki bizə xidmət edən bir növ deyək də bizə bəlkə də fürsət kimi təqdim olunan yerlər də var. Və eləcə də bizi nələrsə aparır, bizi nələrsə götürür və biz bir növ belə deyək də həmin bu iki tərəfli baxa bildikdə və görə bildikdə həyatımızda həyat daha da rahatlaşır və asanlaşır. Yəni sənin üçün bir münasibətdən getmək, bir insanın münasibətini bitirməsi çətin və ağırdırsa, yəni hər dəfə bu şəkildə yaşayırsansa, sən yeni münasibətlər qurmaqda çətinlik çəkəcəksən o zaman. Yəni yeni münasibətlər sənin üçün ağır gələcək və ya da ki, bir növ yeniliyə özünü aça bilməyəcəksən. Axı, yəni həyat belə bir yer deyil. Həyatda nə qədər sərt və qalın divarlar hörəcəksənsə, həyat bir o qədər sənin o hördüyün bir növ insanlara, münasibətlərə, dünyaya hördüyün divarları yıxmaq, dağıtmaq üçün əlindən gələn hər bir şey eləyəcək. Çünki həyat enişləri ilə, yoxuşları ilə, yaxşı və ya pis hər şeyindən, yəni bir növ bütün haldadır. Və dolayısıyla həyatı nə qədər tez dərk edib qəbul edə biləcəksənsə, bir o qədər irəliləyib böyüyə biləcəksən, dönüşə biləcəksən, həyatın yaxşıya doğru gedəcək və münasibətlərində eyni zamanda. Dolayısıyla bu yerlərə baxmağını istəyirəm. Nə qədər açıq ola biləcəksən yeni təcrübələrə, yeni insanlara, bir o qədər həyatın daha asan və rahat axıcı olacaq. Məsələn, bir çayı düşün. Çayı əgər axına qarşı getsə və dirənç göstərsə, o axa bilməz. Amma halbuki çay sadəcə axır, öz bir növ funksiyasını, özünü bilir, öz təbiətini bilir və sən də təbiətini bil və təbiətinə uyğun olaraq yaşa. Çünki insan da böyüyən, dönüşən, inkişaf edən varlıqdır və dolayısıyla bəzən bir bitiş yeniyə açılmaqdır. Yeninin, bir növ həyatına gəlməsi üçün bir fürsətdir. Belə, demək istədiklərim bu qədər idi. Ümid edirəm ki, bu sənə faydalı olar və bir növ belə deyək də ala biləcəyin, götürə biləcəklərini götürüb həzm elə və öz həyatına qat.
belə, məni izləməyi də unutma. YouTube kanalıma abunə ol və belə.